60 yaşlı həmişəyaşıl şam ağacında yarpaqların hər biri 2 il yaşayırsa. Deməli, şam ağacımız var, 60 yaşı vardı. Yarpaqların hər biri 2 il yaşayır. Ömrünü başa vurmuş yarpaqlar 2 il sonra tökülür. Tamam, 2 il sonra tökülürdü. 60 il ərzində şam ağacı neçə dəfə yarpaq dəyişibdir? Neçə dəfə bu yarpaq dəyişər və bunun haqqında öyrənək. Deməli, şam ağacı 60 il yaşayır və bu birinci il, bu ikinci yaşı, bu üçüncü yaşı, bu dördüncü yaşı, beşinci yaşı, altıncı yaşı, yedinci, səkkizinci bu qaydada yaşları düzə bilər. Yer çatan qədər düzün və sonra eyni sayda yaşı var. Tutalım ki 60 yaşı da buradadır. Tamam, biz bilirik ki ilk 2 il yarpaq tökmür, dəyişmir. Çünki yarpaq ən az 2 il yaşamalıdır deyək ki. Yəni yarpaqları hər biri 2 il yaşayır. Ona görə də ilk 2 il dəyişmir. Yəni yarpaqlar tökülmür. Baxın, dəyişmir yazıram. Tökülmür yazıram. Tökülmür yazıram. Amma qalan hər il tökülür və kütləvi xəzan olmur bunlarda, bilirsiniz. Niyə? Çünki birinci il, demək ikinci il yarpaq tökülmədi. Məsəl üçün, ikinci il yaranan yarpaq açan töküləcəkdir, dördüncü il töküləcək. Üçüncü il yaranan yarpaq açan töküləcək, beşinci il. Dördüncü il yaranan yarpaq altıncı il töküləcək. Beşinci il yaranan yarpaq yeddinci il töküləcək. Demək, hər il yarpaq tökülür də, dəyişir də. Ona görə də kütləvi xəzan olmur. Təbiidir, biz başa düşdük, üstündə o qalan yarpaqlar da olur. Amma yarpaqların ümumi dəyişilməsi ilk 2 il dəyişilmədiyi üçün 60 ildir yaşayıbsa həmişəyaşıl bitkimiz, çıxırıq 2-ni. Bu çünki yarpaq ən az 2 il yaşadı və bu dəyişmədi yarpaqlar. 60-dan 2-ni çıxsaq 58 yaş ya da 58 il yarpaq tökdüyünü görə bilərik.